Bismillahirrahmanirrahim. Biz bilirik ki, xəstə olan və ya səfərdə olan kəs üçün oruç tutmaq caizdir. Vacib deyil, amma caizdir. Burada iki sual var. Birinci sual, oruç tutduğu halda xəstəliyi daha da artacaq, şiddətlənəcək, səhhətinə zərər verəcək xəstən üçün oruç tutmağın hökmü nədir? İkinci sual, xəstəliyinin orucla heç bir əlaqəsi olmayan, yəni oruç tutduğu halda onun xəstəliyinin artmayacağı, səhhətinə heç bir zərər verməyəcəyi xəstənin oruç tutmağının hökmü nədir? Bismillah, elhamdülillah, və salatu və selamu alə Rasulillah, əmmə əbəd. İbn Vəzir rahiməhullah buyurur ki, elm əhli icma etmişlər ki, əgər oruç tutmaq xəstəliyi artırarsa, bu kəsin orucu buraxması və sağaldıqda qəzasını tutması lazımdır. Əl-İnsaf əsərində buyurulur ki, əgər xəstə olan oruç tutduğu halda xəstəliyinin şiddətlənəcəyindən və ya uzanacağından və ya acılıq səbəbi ilə xəstələnəcəyindən qorxarsa, onun orucu buraxması müstəhəbdir. Əl-İnsaf əsərində isə buyurulur ki, bu halda orucu buraxması, xəstəliyi artarsa, şiddətlənərsə orucu buraxması müstəhəbdir. Onun oruç tutması icma ilə məkruhdur. Çünki Allah Rəsulü sallallahu aleyhi və səlləm buyurdu ki, mən iki seçim arasında qaldığım zaman yüngül olanı seçirəm. Bu, Həmbəli məzhəbinin tərcihidir. Ancaq Şeyx Əhməd bin Ömər Əl-Həzmi Hafizəhullah buyurur ki, biz deyirik ki, əsil olan zərərin mükəlləf üçün mani olmasıdır. Əsil olan zərərin mükəlləf üçün mani olmasıdır. Yəni, bu usul fiqh elminin mövzusudur. Mükəlləf üçün maniyə. Maniyə ibadətin edilməməsi üçün, ibadətin qadağan olunması, haram olması üçün bir əngəl, yəni. Maniyə isə haramlıq ifadə edir. Necə ki, Allah Əzzə və Cəllə buyurdu ki, وَلَا تَلْقُوا بَأَيْدِكُمْ إِلَى تَهْلُكَ öz əlinizlə özünüzü təhlükəyə atmayın. Əgər oruç tutmağın bir kəsin səhhətinə zərərli, təhlükəli olduğu bilinərsə, ona orucu tərk etmək nəinki sünnətdir, əksinə vacibdir. Şeyx Həzmi buyurur ki, orucu tərk etmək bu kəs üçün vacibdir. Yuxarıdakı ayədən Amr bin As istidlal edərək, cünüb ikən soyuq havada yuyunmağı tərk edərək, təyəmmüm ilə namaz qıldırmışdır. Bu ayədən belə bir ümumi qayda hasil olmuşdur. Mükəlləf üçün zərərli olan hər şeydə əsil olan maniyədir. Ayədə öz əlinizlə özünüzü təhlükəyə atmayın, əmr formasında zikr olunmuşdur. Əmr isə əlavə qarinə, yəni dəlil olmadığı müddətcə harama dəlalət edir. Elə isə, əgər həkim bir kəsin oruç tutmasının ona zərərli olduğunu deyərsə, bu həkim istər müsəlman olsun, istər kafir olsun, mütəxəssisdirsə, öz işinin əhlidirsə və xəstəyə oruç tutmasının zərərli olduğunu deyərsə, artıq ona oruç tutmaq haramdır. Bu Şeyx Əhməd bin Ömər Əl-Həzminin dəlilidir. İkinci növ, oruç tutmağın zərərli olmadığı xəstəliklərə gəldikdə isə, bu məsələdə elm əhli arasında ixtilaf vardır. Fəqihlərin əksəriyyəti, sizdən kim xəstə olarsa, ayəsi haqqında deyirlər ki, buradakı xəstəlik mütləq xəstəlik deyil. Əksinə, ayədə qəsd olunan sahibinə zərər verən xəstəlikdir. Amma oruç tutmağın xəstəyə zərəri olmayan xəstəlikdirsə, belə kəsə oruç tutmaq vacibdir. Əksər fəqihlərin görüşü budur. Digər bir qrup elm əhli isə ayədə qəsd olunan mütləq xəstəliyin olduğunu, hətta istənilən xəstəliyə görə orucu tərk etməyin icazəli olduğunu sələfdən bir çox nəqillərlə dəstəkləmişlər. Hətta barmaq ağrısı, diş ağrısı olan kəsin belə oruc tutmamasının caiz olduğunu qeyd etmişlər. Ancaq bu iki sinif elm əhli müsafir üzərində icma etmişlər ki, səfər istər asan olsun, istər məşəqqətli olsun, müsafir üçün orucu tərk etmək caizdir. Odur ki, deyilir ki, ayədə xəstə və müsafir eyni siyaq üzərində zikr edilmişdir. Müsafir üçün bir hədd təyin edilmədiyi kimi, xəstəlik üçün də bir hədd təyin edilməmişdir. Odur ki, sələfdən bəziləri ayədəki xəstəlik sözünü ümumi üzərə qəbul edərək,
istər məşəqqətli xəstəlik olsun, istər asan xəstəlik olsun, istər zərərli olsun, istər zərərsiz olsun, hamısı üçün orucu tərk etməyin icazəli olduğunu söyləmişlər. Bu görüş üsul qaydasına da müvafiqdir. Belə ki, ayədə xəstəlik sözü nəkira, yəni qeyri-müəyyənlikdə gəlmişdir. Bu isə ümumilik ifadə edir və yüngül, zərərsiz xəstəlikləri də bu hökmdən çıxartmaq üçün xüsusi dəlilə ehtiyac vardır. İmam Qurtubi rahimehullah ayədəki xəstə sözünü əsas gətirərək buyurur ki, xəstə iki haldan biri üzərindədir. Birinci, oruç tutmağa taqəti olmayan xəstə. Belə xəstə orucu tərk etmək, belə kəsə orucu tərk etmək vacibdir. İkinci, zərərli olmaqla bərabər oruç tutmağa taqəti çatan kəs. Belə kəsə orucu tərk etmək müstəhəbdir. Zərəri olmaqla bərabər, buna diqqət edin, həm oruç tutmaq ona zərərlidir, həm də qüdrəti var, taqəti var. Belə kəsə isə İmam Qurtubi buyurur ki, müstəhəbdir. Şeyx Həzm Hafizahullah isə deyir ki, əksinə, belə kəsə, yəni taqəti olmaqla yanaşı, oruç tutmağın ona zərərli olduğu, şiddətli xəstəliyini şiddətləndirəcəyi kəs üçün oruç tutmaq haramdır. Zərərli olmayan, orucla bir əlaqəsi olmayan xəstəliyə gəldikdə isə İbn Sirrin rahimehullah buyurur ki, nə zaman insanda xəstəlik adlanan bir hal yaranarsa, onun orucu tərk etməsi caizdir. Bəli, bu doğru sözdür. Çünki Allah Taala sizdən xəstə olan deyərək ümumi zikr etdi. Biz xəstəliyin həddini necə təyin etməliyik? Əlbəttə, şəriətin həqiqətinə qayıdaraq. Allah Əzzə və Cəllə xəstəliyin sifətini, necəliyini bizə bildirdimi? Hansı ki, bu halda orucu tərk etmək caiz və ya tutmaq vacib olsun. Cavab, xeyr. Bu halda heç bir nas varid olmamışdır. O halda biz üsul qaydasına əsaslanaraq dəlilin olmadığı yerdə örflə hökm verməliyik. Örfdə isə bir kəs hansı halda xəstə hesab olunursa, insanlar hansı halda bir kəsə xəstə deyirlərsə, ona orucu tərk etmək caizdir. Tarif İbn Həmməm Əl-Atari rahimehullah buyurur ki, Ramazan ayında Muhammed bin Sirrin rahimehullahın yanına daxil oldum. O isə yemək yeyirdi. Yeməyi bitirdikdən sonra belə dedi. Bu yemək barmağımın ağrısına görədir. Yəni, İbn Sirrin barmaq ağrısına görə orucu tərk etmişdir. Əgər bəzi fəqihlər orucu tərk etməyin icazəli olmadığı xəstəliyə misal olaraq barmaq ağrısını misal versələr, İbn Sirrin onlara bu hərəkəti ilə rəddiyə vermişdir ki, və doğru olan görüş də budur. Hətta Qurtubi rahimehullah bütün bu nəqilləri zikr etdikdən sonra buyurur ki, İnşaallah İbn Sirrinin görüşü ən səhih olan görüşdür. İmam Buxari rahimehullah buyurur ki, bizə Abdən İbn Mübarəkdən, o da İbn Cüreycidən nəql etdi ki, Ata bin Əbi Rəbaha soruşuldu. Hansı xəstəliyə görə orucu tərk etmək olar? O belə cavab verdi. Hansı xəstəlik olur olsun. Demək ki, İmam Buxarinin və digər elm əhlinin görüşünə görə xəstəlik ümumidir. İstənilən xəstəliyə görə orucu tərk etmək caizdir. Xülasə, mövzunu cəm edərək deyirik ki, əgər xəstəlik zərər verən xəstəlikdirsə, yəni oruç tutmaq xəstəlik şiddətləndirəcəksə, doğru olan bu kəsə oruç tutmaq haramdır. Əgər oruç tutmaq zərər verməyən xəstəlikdirsə, bu kəsi üçün oruç tutmaq caizdir. İstər tutar, istər tərk edər. Allahu aləm, Sübhanəkə Allahumma və bihamdik, əşhədu en la ilahe illə ənt, əstəğfiruka və etûbu ileyk.